Nə xəbər, qaça qaçdı o? Motoru yoxlayıram. Başqa bir vəsiqən var? Buyurun. Özü də avtomexanik. Yol yaxşıdır ki. Bilmək olmaz. Qabaqda eniş var, yoxuş var. Bu qız sən neyindir? Bizim qonşuda olur. Babasının yanına aparıram. İliqdir. Bu oğlanın adını bilirsən? Nədir? Bu işləri tanımır ki. Necə tanımır? Tanıyır, qoy desin. Ah, ondan söz qoparmaq olar. Bəli də, işimi buraxıb sizinlə burada çənəboğaz vuracaqam. Mən hükümət adamıyam. Suallarıma cavab verməlisən, başa düşdür? Onda protokol tutmalı olacağam. Qanun? İşə düşmədim. Bura bax, bu yoldaş elə bilir mən müştəri daşıyıram maşında. Bunun üstünə zibilə düşərəm, anladın? Ya bu dəqiqə mənim adımı deyəcəksən, ya da piyada evə qayıdacaqsan. Məsələ aydındır. Nə məsələ? Bu qız danışa bilmirmiş. İndi xəbər tutmuşsan bundan? İndi niyə laf maşına minən dəqiqədən? Axı bəyək dedin ki, qonşudur. Kişinin sözü bir olar. Bura bax. Bəs qızın lallığından indi niyə xəbər tutmuşsan? Ona görə ki, bundan qabaq onunla danışmamışdım. Deyirsən axı qonşundur. Siz heç bir-biri ilə kəlmə kəsən iki qonşu görmüsünüz. Mən də, arvadım da, bütün qonşular da mehriban dolanırıq. Sizinlə elə mən də mehriban olam. Ona görə ki, əlimdə milis paltarı var. Qonşunla ki, düz gəlmirsən, niyə özünlə aparırsan? Ona görə ki, qonşunun biri azalsın. Görürəm, mənə inanmırsınız. Heç bu qızın lallığına da inanmıram. İndiki eşidir, danışa da bilməlidir. İstəmir də. Bax, istəmədiyinə görə də mən protokol tutacağam. Yaxşı. Bu dəfə sənə inandım. Sağ olun.